Buradan long açdıq, burada bağladıq, buradan long açdıq, burada bağladıq, burada long açdıq, burada bağladıq. Və bugünkü mövzumuz bazarın strukturu və alış-satış zonaları olacaq. Demək ki, qeyd etdiyimiz kimi keçdiyimiz dərslərdə böyük oyunçular, fondlar, banklar və market maker əsas hardan başlayır? Böyük time frame-dən başlayır. Aylıq, həftəlik, günlük və 4 saatlıq. İzahda edəcəm ki, necə market maker necə bazarı aparır, necə gətirir, onu çalışacağım izah edeyim. Siz də diqqətlə qulaq asın. Demək ki, fikir versəz burada gündəlik grafikli alış yerlərini göstərirəm. Baxın, alış yerləri həmişə görürsünüz. Yaxından göstərdim, baxın, görürsünüz. Hamısını işarə edəcəm, özünüz sonra indi gedişatda bunu tam olaraq izah edəcəyik. Göstərirəm, baxın, nakopleniyələri birinci çəkim və ondan sonra özünüz də birinci bizə nə lazımdır? Birinci bizə lazımdır trendi müəyyən etmək, həmişə kimi. Trendi müəyyən edəndən sonra baxırıq ki, böyük oyunçu, yəni market maker nətər bazarı aparır və haralarda alır, haralarda satır. Trendi bilmək üçün böyük time frame-dən başlayır, onu keçən dərslərdə keçmişik. Zakaz bloku, əsas bloklar böyük time frame-də necə baxılır, onlar hamısını qeyd eləmişik. İndi hal-hazırda mövzumuz o deyil. Mövzumuz bazarın strukturu və alış-satış yerləri. Qeyd etdiyim kimi görürsünüz, bütün yerləri qeyd elədim və burada biz görə bilərik ki, Volnovoy analizlə də burada 5 dalğa əmələ gəlibdir. 4, bu da 5. Görürsünüz, təxmin edirik ki, biz buradan geri dönüş edə bilmə ehtimalımız var. Baxın, burada alır, bu zonada, hətta bu zonada alır, bu zonada alır və buradan başlayır satmağa. Satanda da böyük ehtimalının çox vaxtı müddəti uzun olur. Aydındır, qaldırıb impulsuna riski salmır aşağı. Çünki onu satmaq lazımdır burada aldıqları. Görürsünüz, burada vaxt çox gedibdir alışa. Ona görə burada da satmağa, demək ki, əlində çox var. Ona görə satmağa impulsuna riski satış edə bilməz. Onda böyük kölgəli şam ola bilər və o normal qiymətə sata bilməz. Ona görə burada likvidness yaradır, impulsla düşüş yaradır. Və bu düşüşdə bilmək olar ki, görürsünüz, blokdan bizi çıxarıbdır. Və indi düşüşü çəkəcəm, onda da özünüz görəsiniz, yəni necə olur. Baxın, görürsünüz, satış yerləri. Bunu da başqa bir rənglə qoyaq ki, tündədə seçilsin. Bəli. Gördüyünüz kimi satış yerlərini də burada qeyd edir. Baxın, nakopleniya olan yerləri qeyd edirəm. Və burada böyük diapazondadır və indiki yeri. Yəni də böyük diapazonda. Alış olanda görürsünüz, burada impuls oldu hara, növbəti burada keçmiş satış yerinə və ondan aşağı düşməli, gördünüz. Və burada slump strukturu oldu. Bunun aşağısından test edib qayıtmalıydı. Əslində əgər aşağı gedəcəksə biz, bunun aşağı hissəsindən biz test edib qayıtmalıydı. Və burada neyədir? Bizi saxladı neçə vaxtı, demək ki, burada alır. Və burada pozisiyadan böyük adamlar çıxır və market maker burada onların pozisiyalarını yığır əlinə. Ondan sonra neyədir? Impulsdan yerindən qalxacaq yuxarı. Görürsünüz, növbəti blokun aşağı hissəsini. Yenidən korreksiya, vınız və impuls görürsünüz. Və düşəndə də eyni ilə görürsünüz. Baxın, soldakı blokun üst hissəsi görürsünüz. Yəni alt hissəsinə salmır, üst hissəsinə salır. Və ondan sonra neyir? Qaldırır yuxarıdakı blokun üst hissəsini görürsünüz. Bu boşluqları doldurur. Və biz bazara necə girməliyik? Baxın, bazara blokun alt hissəsində bu demək ki, alış yerinə çatanda girmək lazım deyil. Satış yerinə qalxanda girmək lazımdır. Trend dönürsə və slump struktur burada harda olur? Demək ki, slump struktur
Biz bildiyimiz kimi axırıncı dalğadan öncəki dalğada, bax burada. Aydındır. Böyük time frame-də gündəlikdə baxın, burada slom struktur olur. Baxın, bu dalğada olmayıbdır. Çünki baxın, burada zakaz blokumuz var. Bax, bunun testindən biz bir də dalğa qalxıb gedə bilərdik. Aydındır. Slom struktur harda oldu? Baxın, burada. Görürsünüz? Həmən bloku deşib impulsdan düşmüşük və altdan bunu test etmişik. Görürsünüz necə? Test etmişik və impulsdan, yenə də burada harada gerilir? Yuxarı hissəsində. Yəni, bloku test edəndə. Impulsdan burada yenə nə yapmışıq? Düşmüşük aşağı. Yəni, aşağı hara düşmüşük? Yenə də aşağı alıcı yerinin üstünə görürsünüz? Bloka. Yenə də baxın, burada satmaq, burada almaq və impulsdan qalxıb, görürsünüz? Bunu hər dəfə deşib birbaşa düşmür bu. Aydındır. Necə ki, qalxanda, baxın, bu tərəfdə necə çəkilibsə, yaradıbsa market maker, yəni alt blokuna görürsünüz, altından tez impulsdan deşib qalxırıq yuxarı. Hətta burada görürsünüz, burada deşib üst hissəsinə çıxmışıq, görürsünüz, üstdən test etmişik və yenidən qalxmışıq yuxarı, maksimum yeniləmişik. Yəni, bizə indiki vəziyyət lazımdır. Görürsünüz, baxın, üst hissəsi. Test etdik, qalxdıq, görürsünüz, buradan pozisiya girilir yenə də və impulsdan görürsünüz, düşüş olur aşağı. Hara düşürük, biz hara kimi düşürük, bizdə qlobalində böyük time frame-də yəni baxırıq dəstəyə. Aydındır, böyük time frame-də baxanda aylıqda, həftəlikdə bu cür nəzərdə durur. Aylıqda baxsaq görərik ki, bizdə zakaz bloku, baxın, aylıqda bu hissədədir, ən güclü. Bu hissədədir, bağlanan yerindən kölgəsi. Və haradadır? Buradadır, hal-hazırda indi reaksiya aldığımız yer. Aydındır. Hər coin'un özünə uyğun hərəkəti var. Bu Ethereum'dur. Ethereum USD-yə qarşı baxırıq. Ona görə Ethereum'da da özünə xas demək ki, gedişatı var. Baxın, burada da gələ bilər. Görürsünüz, burada axırıncı qırmızı şam var. Zakaz bloku. Bu hissədən də qayıda bilərik. Bura düşməyə də bilərik. Ona görə biz nəyə baxacağıq? Bizim bura düşəndə, misal üçün, şamın, həftəlik şamın bağlanmağına. Əgər aşağıda bağlanırsa, böyük ehtimalla gedəcəyik bu hissəyə. Impulsdan olacaq bu da. Görürsünüz, baxın, burada agresiv impulsdan. Yenidən biz gəlmişik hara? Həftəlik bloklarda da baxsaq görərik ki, baxın, burada görürsünüz, baxın, satış yerləri keçmişdən qeyd edeyim. Baxın, satış yerləri. Qalxana fikir verirsiniz, satış yerinə çatır bloka, reaksiya impulsdan deşir, agresiv, növbəti. Və burada da aşağısında əslində gəlməlidir. Amma görürsünüz, burada üstündən çıxıbdır, tam təsdiqliyibdir. Ona görə bunun aşağısına düşmək, bunun aşağısını yeniləmək bizə nə gətirir? Baxın, burada kimi, yəni ki, trend dönmüş sayılır və bu inibdir, impulsdan yenidən qalxıb yuxarı. Bazarın gedişatı bu cür olur. Yəni, böyük oyuncular bu cür alış-veriş edirlər, ona görə. Amma biz nətər görürük bazarı? Baxın, misal üçün, dediyimiz kimi burada slom struktur olubdur. Baxın, həftəlikdə, gündüzdə keçə baxaq. Biz burada şamın bağlanan yerindən xətt çəksək bura. Görərik ki, burada düzdür gəlmişik aşağı alış blokuna. Aydındır. Burada heç vaxt pozisiya girilmir. Pozisiya harada girilir? Yuxarıda görürsünüz, breaker blokumuz əmələ gəlib bizdə. Slom struktur əmələ gəlibdir burada. Görürsünüz, burada slom struktur əmələ gəlibdir və impulsdan düşüş olubdur hara alış blokuna və oradan reaksiya almışıq yuxarı. Demək ki, bu hissəyə də ala bilərdik. Baxın, bu axırıncı yaşıl şam elə budur deyəsən, bu bağlanan yeri düz almışıq və burada gedir bizdə breaker blokumuz, onu test edib, yenidən impulsdan agresiv düşmüşük aşağı. Aydındır. İndiki vəziyyətdə də baxsaq, görərsiniz, bu vınası çıxmaq şərti ilə biz buradan blok çəksək, görərik ki, gəlib çatmışıq həmən bloka.
Görürsünüz, bax, kölgəsi ilə qoysam lap da. Çünki bu aşağıdakı nə götürmür, bu əsas blokumuz olduğu üçün görürsünüz. Yəni buradan impulsdan deyə bilərik ki, bəli, qalxa bilərik, bu hissəyə də qalxa bilərik. Və bu hissəyə də qalxa bilərik. Amma ki, onda həmin bu alış blokun biz keçmək məcburiyyətində qalırıq. Ona görə böyük ehtimal bizdə nədir? Baxın, bloku test etdik aşağıdan, necə ki, üstdən test etdik, qalxdıq və bunu aşağıdan test edib yenidən aşağı davam etmək. Həmçinin baxın burada, görürsünüz burada da test olundu və getdi aşağı. Yəni ki, bazarın gedişatı bu cür olur. Və biz harada baxa bilərik? Böyük time frame-də baxdığımız kimi bu hissədən görürsünüz. Baxın, burada alış yerləri. Baxın, gəlmiş çatmışıq, bax, alış yerinə, impulsla yuxarı. Və buradan düşüşdə növbəti alış yerinə düşə bilərik. Baxın, bu hissəyə. Görürsünüz, bunun üst hissəsinə. Və dostlar, xatırladım ki, baxın, burada bir nüansı qeyd edim. Demək ki, gündəlik şamlardan da, baxın, demək ki, blokları qeyd edirəm, xırda blokları. Baxın, yuxarıda necə baş veribdir. Çəkirəm blokları. Biz necə düşmüşük, onu izah eləmək istəyirəm. Baxın, blokumuz budur, düzdür. İmpulsdan düşdüyü hara? Blokun aşağı hissəsinə. Görürsünüz? Bu blokun aşağısına və buradan korreksiya oldu yuxarıdakı bloka. Və neynədik buradan biz? Biz buradan impulsdan düşüş aldıq aşağı. Hətta burada görürsünüz, burada bunu təsdiqləyib. Yəni, bu cür struktur oldusa, yəni agresiv adətən düşüş bundan sonra başlayır. Aydındır. Bunu yadınızda saxladınız. İndiki vəziyyətə keçsək, baxın. İndiki vəziyyət, bazar eyni strukturla hərəkət edir. İndiki vəziyyətlə baxsaq, qeyd edin bloku, baxın, nə baş verəcəkdir, onu bilməyiniz üçün. Demək, görürsünüz, blokun alt hissəsindəyik. Dostlar, alt hissəsindəyik. Yəni, yuxarıdakı kimi. Demək ki, yuxarıda nə görürük biz burada? Görürük ki, blokumuz eyni blokdur. İmpulsdan düşüş olur. Düzdür, bundan aşağıya. Və burada bizdə nədir burada? Həmən baxın, bu blokumuz bizdə bu hissədir. Zakaz blokumuz görürsünüz. Zakaz blokumuzdur. Və biz burada nə gözləyirdik? Misal üçün, baxın, burada zakaz blokundan reaksiya almaq yuxarı. Amma görürsünüz, burada şam zakaz blokunun aşağısında bağlanır, ya üstündə bağlanır, bilmirəm. Amma ondan sonra görürsünüz, impulsdan düşüş oldu aşağıya. Aşağıda hara? Qeyd etdiyimiz kimi bunun özünə məxsus hərəkəti var. Bu aşağı, blokdan da aşağı düşür. Yəni, kölgəsinə kimi çox vaxt düşür. Böyük time frame-də öncə göstərdiyim kimi. Ondan sonra görürsünüz, yenidən qalxdıq hara? Yəni, yenidən bu blokun üstünü test etməyə görürsünüz. Bundan yuxarı bağlanmadıq. Aydındır. Hətta qalxıb burada da bağlansaydıq, o da yaramır. Ya bunun üstündə bağlanmaq, ondan sonra qərarlı olmaq lazımdır ki, bəli, gedəcəyik daha da yuxarılara. Və biz neynədik? Baxın, bu bloku, görürsünüz, burada da çəkim bloku tam izah olsun. Görürsünüz, blokun içinə təzdən qayıtdıq. Görürsünüz. Və ondan sonra agresiv düşüş oldu. Və indi də bizdə, baxın, həmən blok, baxın, bu hissədir. Və biz hal-hazırda bu hissəyə qayıtsa, böyük ehtimalla həmənki kimi bir struktur əmələ gələcək. Aydındır. Baxın, biz qayıtsaq bura yenidən, böyük ehtimalla buradan yuxarı bizi buraxmayacaqlar və yenidən korreksiya olacaqdır bu hissəyə. Görürsünüz, impulsla bura və buradan agresiv düşüş. Aydındır. Minimum bura və yaxud bura. Yəni, bu cür düşür. Yəni, xatırladır yuxarıdakı strukturu, yəni eyni ilə. Görürsünüz. Həmçinin yuxarıda. Həmçinin yuxarıda, baxın, satış, alış, satış, görürsünüz necə hərəkət edir. Və yenidən qayıtdıq ara, görürsünüz. Yenidən qayıtdıq bizim alış blokumuza. Və ondan sonra nə olur? İmpulsdan agresiv düşüş.
Aydındır. Ona görə axırıncı düşüşlərdən sonra mən heç vaxt pozisiyaya girmirəm korreksiyalarda. Baxın, burada korreksiyalarda biz demək ki, kanalımızda bütün qalxışları, enişləri hamısını demək olar ki, dəqiq analiz verdik. Buradan long açdıq, burada bağladıq, buradan long açdıq, burada bağladıq, burada long açdıq, burada bağladıq və buradan başlamışıq short pozisiya açmağa. Hətta birinci buradan short açdıq, burada bağladıq, burada yenidən açdıq. Və buradan sonra dostlar, yəni bu axırıncı dalğa bunu keçməli deyil, aydındır. Ona görə buradan o tərəfə long pozisiya çox qorxuludur, təhlükəlidir. Ya buradan açıb pozisiyanızı saxlayasınız, stopunuzu qoyasınız bunun yuxarısına. Çünki buradan yuxarı getsək bu hissəyə böyük ehtimalla korreksiya olacaq həmən bu bloka kimi. Oradan sonra impulsla qalxış olacaq. Aydındır, trend dönmüş sayılacaq buradan. Bu axırıncı düşüş dalğamız sayılacaq. Ona görə buradan yuxarı böyük ehtimalla bizi buraxmalı deyirlər. Ona görə buradan long pozisiyalar çox təhlükəlidir. Buradan sonra long pozisiyalar çox təhlükəlidir. Buradan, amma ki, bu hissədən və yaxud bu hissədən indi o düşüşdə baxacaq, aqressiv düşüşdə necə olacaq, reaksiya olacaq, olmayacaq, ona baxacaq. Amma təhlükəsiz yer bu hissələr olacaq, böyük ehtimalla. Ona görə bir düşüşdə gözləyirik. İnşallah ki, gələcəkdə onu da görəcəyik.